Salam, hər vaxtınız xeyir, Realdasınız. Bəli, Respublika üzrə biçim prosesi davam eləyir və biz də hazırda Sabirabad rayonu taxıl biçini prosesi davam eləyən ərazilərdən birindəyik və hazırda olduğumuz ərazinin ümumi sahəsi 988 hektardır və hazırda olduğumuz ərazidə müxtəlif sortda arpa, buğda, lobya və günabaxan əkilib və biçim prosesi davam eləyir. İndi isə bizə proseslə bağlı daha ətraflı məlumatı Kənd Təsərrüfatı Nazirinin müavini Seymur Səfərli verəcək. Seymur müəllim, xoş gördük. Təşəkkür edirəm, çox sağ olun. Bildiyimiz kimi cari ildə ölkə ərazisində təxminən 950 min hektara yaxın taxıl əkinləri həyata keçirilmişdir. Bu günə qədər ümumi ərazilərdən 105 min hektar ərazi biçilmişdir. Bunun böyük əksəriyyəti arpadır. Keçən illə müqayisədə hava şəraitlərinin qeyri-sabit keçməsi ilə əlaqədar olaraq biçim prosesi bir qədər gec başlanılmasına baxmayaraq, sahələrdən olan məhsuldarlığımız kifayət qədər yüksəkdir. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə arpa və buğda məhsuldarlığında biz artım müşahidə edirik. Bu da onunla əlaqədardır ki, qış dövründə yağıntıların olması, bu bitki üçün aqrotexniki qulluq işlərinin düzgün vaxtında aparılması, yüksək məhsuldarlığın əldə olunması üçün əsas imkanları vermişdir. Buğda üzrə orta məhsuldarlığımız təxminən keçən illə müqayisənin eyni dövrü ilə, analoji dövrü ilə müqayisədə təxminən 6 sentner, arpa üzrə orta məhsuldarlığımız isə keçən illə analoji dövrü ilə müqayisədə 0,2 sentner daha yüksəkdir. Biçim prosesinin optimal müddət aparılması üçün kombaynların təşkili, onların düzgün vaxtında dislokasiyası üçün xüsusi hazırlıq işləri aparılmışdır, texnikalar sazlanmış və onların ölkə ərazisində biçinin ardıcıllığına uyğun olaraq dislokasiyası prosesi artıq həyata keçirilir və məqsədimiz biçini vaxtında optimal müddətdə aparmaq, məhsul risklərini minimuma endirmək, sahələrdən daha yüksək məhsul əldə etməkdir. Təşəkkür edirəm Seymur müəllim. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, biçim prosesi ilə bağlı bizə ətraflı məlumatı Kənd Təsərrüfatı Nazirinin müavini Seymur Səfərli verdi və qeyd edək ki, Respublika üzrə biçim prosesi davam eləyir və indiyənə qədər 105 min hektar ərazidə biçim prosesi həyata keçirilib və 336,9 min ton məhsul əldə edilib. Bizim müsahidə çatdıracaqlarımız bu qədər. Real izləməyə davam edin.